Salam değerli dostlar, bu Ramazanın da sonuna geldik. Yaradanın bize bəxş etdiyi bu ömrü gəlin xoşbəxt və bir-birimizə dəstək olaraq keçirək. Həmişə xoşbəxt olun, amma sizin xoşbəxtliyiniz digər insanları incitməməlidir. Bəli, biz hər birimiz Yaradanın bir zərrəsiyik. Bir insana, bir canlıya nəsə xələl gətirməkdən uzaqlaşın. Çünki nə vaxtsa bunu siz də yaşayacaqsınız. Bəli dostlar, bu dəfə isə ən çox verilən suallar haqqında danışacağıq. Birinci sual ondan ibarətdir ki, nəyə görə kitabı əlimizə alanda yuxumuz gəlir axı? Biz də kitab oxumaq istəyirik. Değerli dostlar, kitabın yuxu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq gecə vaxtı yuxudan öncə kitab oxumaq təbii ki, günün yorğunluğunu özündə daşıyır və kitabı əlinizə aldıqda bədən beyinə belə bir siqnal verir ki, mən artıq yorğunam. Və o enerji yığmaq üçün təbii ki, yatmalıdır. Bəs necə edək ki, kitab oxuyan zaman yuxumuz gəlməsin? Birincisi, yuxudan öncə kitab oxumamalıyıq və bu alışqanlığı özümüzdə yaratdıqdan sonra təbii ki, yuxudan öncə də kitab oxumaq olar. Birincisi ondan ibarətdir ki, siz özünüzü daha rahat və daha yüngül və daha yorğun olmayan vaxtlarınızda kitab oxumağa başlayın. Və bunu yavaş-yavaş disiplin formasında etdikdən sonra artıq zehin bilir ki, o kitabı əlinizə aldıqda ona yuxu gətirməyəcək. Bu sizdə alışqanlıq halına gəldikdən sonra yuxu öncəsi də kitab oxusanız yatmayacaqsınız. Çünki zehinə belə bir siqnal gedəcək ki, kitab oxuyanda özümü çox yaxşı və yorğun hiss etmirəm. Bəli dostlar, biz sizə həmişə pozitiv, yəni müsbət düşüncələrdə qalmağınızı məsləhət görmüşdük. Belə ki, gülümsəmək də müsbət düşüncələrdə qalmamıza kömək olur. Gülümsəyən insanlarda stresə reaksiya verən kortizonu azaldır və bədəni sakinləşdirir. İkincisi, endorfini artırır və insan özünü yaxşı hiss eləməyə başlayır. Üçüncüsü isə ondan ibarətdir ki, sağlam düşünməyə başlayırsınız və sağlam düşüncə isə insanın bütün uğurlarına səbəbdir. Vücudunuzu bir bağ kimi düşünsəniz, düşüncələrimiz isə həmin bağın bağbanıdır. Bəli, düşüncənin gücü və bizi idarə edən düşüncələr.